Təbii ki, Anar, bacara bildiyimiz qədər mübarizə apardıq, bacara bildiyimiz qədər döyüşdük, keyfiyyətimiz bir yerə qədər imkan verdi. Xüsusi olaraq fərqləndirəcəyin adlar oldu mu meydanda? Fərdlər üzərindən, oyuncular üzərindən gedəsi olsaq, daha çox belə bağladığımız futbolçulardan idi Şahrüddin Məhəmmədəliyev. İlk hissədən zəifpəndlərdən biri oldu, fasilədə əvəzləndi. Deyərdim, haradasa Aydının qapıya daxil olması düzdür. Epizod olaraq haradasa köməyimizə çatmadı. Bir neçə asmada öz varlığını göstərdi. Amma şansı baxımından haradasa ikinci yarıda dadımıza çatdı deyə bilərik Aydının qapıda olması. Sözsüz, yəni Şahrüddin düzdür, 2 qolda səhvi vardı. Hətta fasilədə məlum oldu ki, 3-cü qol. Hətta Şahrüddinin pasifinə yazıldı avtogol kimi. Bunlar öz yerində. Yəni, Aydın belə səhvlər eləmədi. Etiraf elə ki, bir neçə epizodda, hətta çıxışda düzgün oynadı, yəni topa sahib oldu. Amma o başqa məsələ ki, bəlli ikisədə Şahrüddinə olan təzyiq ikinci Aydına qarşı olmadı. Yəni o asmalar, o sürətlər, yəni onun da arasında təsir oldu. Amma dediyim kimi, İstinalda yəni üzərinə gələn toplarda da, yəni çərçivədə yəni Aydının ciddi bir səhvin görmədik. Yəni baxmayaraq ki, yəni deyirəm, təzyiq yox idi, amma İstinalda Fransaya qarşı oynayırsan müəyyən həyəcan var idi. Əksinə bir epizodda yəni komandanın qolları da xilas elədi, çox ani bir zərbənin qarşısını aldı, yaxın küncə olsa da belə çıxartma bacardı. Yəni belə digər futbolçular səviyyə oyuna pis qoşulmadı, ikinci hissədə qoşuldu, bir neçə epizodda uğurlu müdaxilə elədi üzum təşkilində. Xəyal fərqləndirərdi ki, çox işlədi, həqiqətində yəni mübarizə aparırdı, amma bunu elə fasilədə də qeyd elədik ki, yəni sadəcə xəyala biraz belə deyək, yaxşı düzəliş lazımdır. Bəli, oyunun sxemi, hansısa bir sxemi oturtmaq lazım, ya hansısa bir formatdasa müəyyən qədər ki, yəni o faydalı şəmsalı olsun. Yəni çox işlədi. Sonra başqa fərqləndirəcəm bir futbolçu deyək, təbii ki, Renat qolu ilə fərqləndi. Amma ikinci araq əvəzində yorulmuşdu. Bir neçə futbolçu belə. Amma təbii ki, Fransaya qarşı oynayırsansa, məğlub olmuşsansa, xüsusilə seçilən bir futbolçu olmayacaq. Burada ancaq müəyyən futbolçuları müəyyən epizodlara görə fərqləndirə bilərsən. Razıyam, canlı yayımda da fikirləri var, dəyərli izləyicilərimizin. Daha çox negativ fikirləri görürük. Məsələn, Səadət Əliyev yazır, Şahrüddin öz qapısına qovurub, əslində yaxşı hücumçu ola bilərdi, göstərir. Təbii ki, bu ironiyalı bir şərhdir. Əslində Şahrüddinin yaxşı oyunları olub, oyundan öncə də xüsusi qeyd etdin ki, bəzən Şahrüddini tanımaq olmur. Bu gün də həmin oyunlardan biri oldu. Böyük zəngin təcrübəsi var, Avropa təcrübəsi var. Əslində daha çox güvəndiyimiz simalardan biri idi ki, komandaya dəstək olar, arxada futbolçular özünü daha özgüvənli hiss edər. Təəssüf ki, bugün həmin Şahrüddini görmədik.